Dövrü sistemdə kiçik dövrlərdən bir hissə verilib, x, y və z elementlərinin sıra nömrələrinin cəmi 28-dir. Z elementinin minimum və maksimum oxşaşma dərəcələrinin cəmini tapın deyir. Burada belə bir məsələ var. Dövrü sistemdə kiçik dövrlərdə bunun sıra nömrəsinə bir A desək, 1, 2, 3. Bu olacaq A üstəgəl 3. 3 fərqimiz var. Aşağıya doğru da 8 fərq edir. Məsələn, burada A üstəgəl 11-dirsə və yaxud da A üstəgəl 2-dirsə, bu olur A üstəgəl 10. Deməli, toplasam 3-ünü birlikdə A üstəgəl 3 üstəgəl A üstəgəl 10 bərabərdir 28-ə. 3A bərabərdir 28-dən 13 çıxıram. Yəni 15. A da bərabərdir 5. Deməli, Z-dən gedir söhbət. Z-də də A üstəgəl 10-dur. Yəni, Z-in sıra nömrəsi 15-dir. 3S2, 3B3-dür. Burada 5A-da yerləşir və maksimum müsbət 5-dir. 5A-ların minimumu -3-dür. Bunların cəmi deyəcək müsbət 2. C variantı.